Salam, elektron jurnalda valideyn səhifəsinə daxil olmaq üçün rəqəmsal məktəb platformasına keçirik və burada valideyn bölməsini qeyd edirik və burada sizi avtomatik olaraq QR kod olan istifadəçi, yəni daxil olmaq üçün vasitələrə yönəldəcək. Buradan digər üsullar, sima imza ilə daxil ol seçirik və sonra telefonumuzu sima imza ilə tanıdırıq və artıq gözləyək və təsdiq vurduqdan sonra artıq valideyn səhifəsi yüklənir. Bəli. Burada kənar hissədə nə görürük? Bizim istifadəçi adımız, mənim övladların bölməsini qeyd edirəm. Övladların bölməsində yaxşı olar ki, birinci dəfə daxil olursunuzsa, məlumatları yenilə düyməsini vurasınız. Əgər övladınız məktəbi dəyişibsə, burada avtomatik olaraq yeni məktəb qeyd olunacaq. Digər övladınızı əlavə etmək üçün yeni övlad bölməsində, əgər övladınız hansısa təhsil məktəbində oxuyursa, sizə yer gələcək onun utis məlumatlarını daxil etmək üçün, əks halda deyəcək ki, tapılmadı. Və sonra bu hissədə nəyə baxırıq? Övladınızın qiymətləri burada qeyd olunacaq. Bilirsiniz ki, hələ ki, summativ qiymətləndirmələr başlamadığı üçün yoxdur burada qiymətlər, amma bu hissədə görəcəksiniz. Və bizə lazımdır əsas gündəlik. Gündəlik hissəsinə gələndə siz övladınızın dərs cədvəlini görürsünüz. Əvvəlki günə gəlirsiniz, bir gün əvvələ. Burada kimlər ki, qeydiyyat aparıbdır, məsəl üçün, baxın, Azərbaycan dili fənnindən. Həmin səhifəyə vurmaqla görürsünüz burada. Azərbaycan dili müəllimi, tədris olunan mövzu nədirsə o, ev tapşırığı, əgər müəllim qeyd edibsə, bu nizam-intizamla bağlı qeydlər. Misal üçün, Azərbaycan tarixinə baxaq. Azərbaycan tarixi müəllimi qeyd edibdir. Ev tapşırığında yazıb, tutaq ki, Azərbaycan qədim yaşayış məskənləri haqqında məlumat toplayıb, esse yazmaq, qiymət və s. burada hamısı görünür. Yəni, elektron olaraq övladınızın gündəlik səhifəsinə baxa bilirsiniz burada. Burada gün cədvəlidir. Gün baxa bilirsiniz. Burada həftəlik cədvələ baxa bilirsiniz. Burada müəyyən bölmələr var ki, məktəb haqqında sorğu var, sorğunu doldura bilərsiniz burada. Direktorla əlaqə bölməsi var. Oradan direktora müraciətinizi ünvanlaya bilərsiniz. Valideyn rəyləri, hələ ki xidmət hazırlanır, bu hissə aktiv deyil. Belə bu qədər.